Salam. Bu videoda riyazi analizdən maraqlı bir olimpiyada məsələsi həll edəcəyik. Deməli, məsələ belədir. İntegral A-dan B-yə fx dx böyük 0 olarsa, ispat edin ki, bu AB parçasının içərisində elə bir CD parçası vardır ki, o CD parçasında f funksiyasının bütün dəyərləri müsbətdir. Yəni, ixtiyari x daxildir CD üçün fx böyüdür 0 olar. Həllə baxmadan öncə videonu saxlayıb məsələni fikirləşmək daha faydalı olar. Məsələnin isbatına başlayaq. Deməli, integral funksiya AB parçasında Riemann mənada integrallanandır və integral 0-dan böyüdür. Göstərməliyik ki, elə bir CD parçası var ki, AB parçasının içərisində funksiyanın bütün dəyərləri orada müsbətdir. İndi funksiyanın integralı var və integral müsbət bir ədəddir. Yəni, integral A-dan B-yə fx dx, buna bir böyük A deyim. Və bu müsbət bir ədəddir şərtə görə. Riemann integralının tərifi necədir? İxtiyari epsilon böyük 0 üçün elə bir delta epsilon müsbət ədədi vardı ki, istənilən t bölgüsü, hansı ki o bölgünün xırdalığı delta epsilondan kiçik olacaq. Və ixtiyari kiçik seçmə nöqtələri üçün cəm k dəyişir 1-dən n-ə qədər f kiçik k delta xk minus a kiçikdir epsilon. Riemann integralının tərifi bu. Yəni, parçamız AB-dir. Parçamız AB-dir. Burada bölgümüz nədir? AX 0-a bərabərdir. İxtiyari bir bölgü, amma hansı ki xırdalığı və yaxud da bölgünün diametri, elə də deyirlər, fərqi yoxdur. Delta epsilondan kiçik olsun. Buradakı ksikalar nədir? Ksikalar x1, x0, x1 parçasındandır. x2, x1, x2 parçasındandır. İxtiyari, yəni. Və s. Xn nədir bəs? Xn minus 1, xn parçasındandır. dt nədir? dt, parçanın uzunluğunu delta xk ilə göstərirlər. Riemann integralının tərifini mən biraz izah edeyim, ona görə bunları verirəm. Bu da maksimum delta xk'lardır. Bölgünün xırdalığı k dəyişir 1-dən, yəni bölgünün ya da diametri, elə deyirlər. Yəni, ixtiyari t bölgüsü, hansı ki onun xırdalığı, diametri delta epsilondan kiçikdir və ixtiyari xi, həmin bölgəyə uyğun ixtiyari xi seçmə nöqtələri üçün belə bir münasibət doğrudur. Buradakı epsilon ixtiyaridir. Mən o epsilonu a bölü 2 seçim. İxtiyari müsbət ədəd seçə bilərəm. Xüsusi bir hala baxıram. Epsilon 0 a bölü 2 olsun. Bu müsbət bir ədəddir. Deməli, buna görə elə bir müsbət ədəd olacaq ki, artıq bu qeyd olunmuş müsbət ədəd olduğuna görə həmin o delta da qeyd olunmuş olacaq. Ona mən delta 0 deyim. Olacaq ki, istənilən t bölgüsü, hansı ki bu bölgünün xırdalığı delta 0-dan kiçikdir. İxtiyari bölgü, amma xırdalığı delta 0-dan kiçik olsun. Və ixtiyari kiçik seçmə nöqtələri üçün belə bir bərabərsizlik doğrudur. Cəm k dəyişir 1-dən n-ə qədər f xk delta xk minus a kiçikdir a bölü 2. Bu bərabərsizliyi belə yaza bilərik. Modulun xassələrindən mənfi a bölü 2 kiçikdir. Bu ifadə f xk delta xk minus a kiçikdir a bölü 2. Hər tərəfinə a əlavə eləsək, a bölü 2 kiçikdir. K dəyişir 1-dən n-ə qədər f xk delta xk, o da kiçikdir 3a bölü 2. Biz sadəcə bərabərsizliyin bu tərəfinə baxaq.
sol tərəfinə baxaq. Nə əldə eləmiş olduq? Əldə eləmiş olduq ki, elə bir delta 0 var ki, istənilən t bölgüsü, hansı ki onun xırdalığı, diametri delta 0-dan kiçikdir və ixtiyari xi seçmə nöqtələri üçün bu bərabərsizlik doğrudur. K dəyişir 1-dən n-ə qədər f xi k delta xk böyükdür a bölü 2. Yəni müsbət bir ədəddən a müsbət olduğuna görə a bölü 2 də müsbətdir. Müsbət bir ədəddən belə böyükdür, yəni müsbətdir. Bunu əldə eləmiş olduq. Bu x'lər bunlar seçmə nöqtələridir. Seçmə nöqtələri. İndi bizim bu tərifdən bunu əldə elədik. Riemann inteqralının tərifindən əldə elədik bunu. İndi biz nə isbat eləməliyik? Biz isbat eləməliyik ki, məsələni nəyi göstərməliydik? Elə bir parça var ki, AB parçasının içərisində həmin parçanın bütün nöqtələrində bizim funksiyanın dəyəri müsbətdir. Əksini fərz eləyək. Əksini fərz edək. Deyək ki, məsələnin hökmü yanlışdır. Əksini fərz edək. Nə deməkdir? Bu o deməkdir ki, ixtiyari CD parçası daxildir AB üçün. Yəni, AB içərisində hansı parçanı seçiriksə seçək, elə bir x nöqtəsi olacaq ki, o seçdiyimiz parçada funksiyanın oradakı dəyəri, həmin o nöqtədəki dəyəri müsbət olmayacaq, sıfırdan kiçik bərabər olacaq. Əksini fərz etsək bu olacaq. İndi biz burada aldığımız bu münasibətin qarşısına ulduz qoyuram. Bu ulduz olsun. Bölgünün xırdalığı delta sıfırdan kiçik bir bölgü seçirəm. Yəni bir T0 bölgüsü DT0 kiçikdir delta 0 şərtini ödəyən qeyd olunmuş bölgü olsun. Artıq T0 bölgüsünü konkret qeyd elədim. Xırdalığı delta 0-dan kiçik qeyd olmuş bir bölgüdür. Həmin bölgünü burada çəkim. Deməli, AB parçamızdır. AX0 olur. X1, X2, X3 və s. Xn-1, Xn. Bu konkret T0 bölgüsüdür. Yəni T0 bu bölgü olsun. İndi biz əksini fərz eləyəndə nə əldə eləmiş olduq? Əldə eləmiş olduq ki, AB parçasına daxil olan ixtiyari parça üçün həmin parçanın elə bir nöqtəsi var ki, funksiyanın həmin nöqtədəki dəyəri müsbət deyil. O zaman X0, X1 parçasına baxaq. X0, X1'ə baxaq. Bu da AB parçasına daxil olan bir parçadır. Bu parçanın içərisində elə bir nöqtə olacaq ki, həmin nöqtə funksiyanın dəyəri mənfi deyil. Yəni X0, X1 parçasına baxsaq, burada elə bir X olacaq ki, çünki əksini fərz edəndə o alındı. Fx orada sıfırdan kiçik bərabər olacaq. Həmin o X-ə -1 deyək. Seçmə nöqtəsini ixtiyari seçə bilərəm. İxtiyari seçmə nöqtəsi üçün, yəni bölgüsü nöqtələrini ixtiyari seçilir. Bu həmin bölgü nöqtəsinə -1 deyirəm. Hansı ki orada funksiyanın dəyəri mənfidir. Sonra eyni analoji X1, X2 parçasında elə bir nöqtə var ki, orada funksiyanın dəyəri sıfırdan kiçikdir. Ona -2 deyirəm. Həmin nöqtəni seçirəm, bölgü nöqtəsində. Burada -3'ü seçirəm. Hansı ki orada dəyər mənfidir. Burada da -n. Yəni burada f-1 də sıfırdan kiçik bərabərdir. f-2 də sıfırdan kiçik bərabərdir. Və s. f-n də sıfırdan kiçik bərabərdir. İndi ulduza baxaq. Cəm k dəyişir 1-dən n-ə qədər f xi k delta xk. Bu cəm
A bölək 2-dən daha böyükdür. Baxırıq. Ulduza A bölü 2-dən daha böyükdür və A bölü 2-də müsbət bir ədəd idi. Fikir verin, bir cəmdir və bu delta x-kalar müsbətdir. Delta x-kalar o k-cı parçanın uzunluğudur burada. Bayaq burada yazmışdım. Delta x-kalar 0-dan böyükdürlər hamısı. Yəni delta x1 nədir? x0, x1 parçasının uzunluğu, delta x2, x1, x2 parçasının uzunluğu olur. Parçanın uzunluğu olur, müsbət ədədlərdir. Və bu cəmin hər toplananı mənfidir. Çünki f2 də 0-dan kiçik bərabərdir, f2 də mənfi deməyək də müsbət deyil. Yəni 0 da ola bilər. f2 də kiçik bərabərdir, 0-dır. Onda bu cəm 0-dan kiçik bərabər olar. Nə əldə eləmiş olduq? Burada böyük bərabər qoymuşam. Bu ciddi 0-dan böyükdür. Baxın. 0 kiçikdir a bölək 2. Bu da kiçik bərabər 0 əldə elədik. Ziddiyyət. Deməli, əksini fərz etdik və ziddiyyət aldıq. Deməli, elə bir parça olmalıdır ki, funksiyanın həmin parçanın bütün nöqtələrində dəyəri müsbət olmalıdır. Məsələ bununla da isbat olundu. Elə bir parça olmalıdır ki, o parçanın bütün nöqtələrində funksiyanın dəyəri 0-dan böyük olmalıdır. İsbatımız bitdi. Növbəti videoda görüşərik. Sağ olun.